Salam mənim gözəl qızlarım. Necəsiniz? Nə var, nə yox? Keyfiniz, halınız? Mən şükür Allaha çox yaxşıyam, çox şükür. Və keçən dəfə söz verdiyim kimi sizə bugünkü vloqumda arıqlama ilə bağlı sirlərimi, kiçik sirlərimdən danışacağam. Mən nə yalan deyim, diyet saxlaya bilmirəm qızlar. İdman eləyə bilmirəm. Axot yoxdur ay qız idman eləməyə. Kimdə idman eləyən hər gün, sonra da idman buraxandan sonra adamın orası burası sallanır, nə bilim təzədən köçəlir, şişir, zat belə elə. Nəysə fikirləşirdim ki, 2020-də mən çox köçəlmişdim, 2020-2021-də dəhşət, bu nə siqnal səsidir, dəhşət çox köçəlmişdim də. Təsəvvür eləyin, 76-77 kiloya qalxmışdım da, yəni o dərəcədə dəhşət köçəlmişdim. Həm də həmin vaxtı yadınıza gəlirsə karantin vaxtı idi və ona görə evdə otururduq. Qızlar yedim, şişdim evin içində. Həm də yoldaşım hərbiçi olduğu üçün rayonda qaldı. Elə bil onda stresi lap çox məni yedizdirdi, şişirtdi. Nəysə də nə başınıza ağrıdım. Bir bəhanə ilə yedim, köçəldim. 75, 76, hətta 77 kiloya qalxmışdım. Və mənim də yoldaşım həmin ərəfələrdə arıqlayırdı. Sonra bir gün bundan toyazada gedəndə şəkil çəkdirəndə gördüm ki, bunun yanında nə boyda görsənəm. Ay qız pəhlivanam elə bil. Dedim ki, yox Lalə, belə ola bilməz. Küs sənin başına. Get arıqla. Mən də həmişə belə, yəni subay vaxtı da, uşaq vaxtı da həmişə belə ölçü olmuşam da, necə deyim, nə çox arıq olmamışam, nə çox kök olmamışam. Belə 60, 65, yəni uşaq vaxtı 60 olurdum, 62, 63 olurdum. Lap subay vaxtı evlənməzdən qabaq 64 olmuşdum, 65 belə olmuşdum. Nəysə, bu mənim üçün çox böyük bir kiloydu. Hətta qızıma hamilə olanda belə mən bu qədər çox qalxmamışdım. Amma yenə deyirəm, yəni mən istəmirdim ki, özümü sıxam diyetlə və yaxud da idmanla nəsə belə arıqladım. Çünki mən bilirdim ki, bunun davamını gətirə bilməyəcəm və nə vaxt buraxsam, başım buraxsam yenə mən köçələcəm. Mən istəyirdim ki, davamlı rutin halına sala biləcəyim bir şeylər olsun. O vaxtda mən maraqlandım elədim, çoxlu araşdırırdım, araqlı oruc elədim. Və ağ çörək, qara çörək yox, ağ çörək yemirdim o vaxtı. Bir də ağ yuxazad belə şeylər yemirdim. Ancaq qara çörək, bir də qara yuxa ilə qidalandım və araqlı orucla. Gündə 2 dəfə qidalandım. Araqlı orucu bilmirəm, bilirsiniz yoxsa yox. Ən yaxşısı elə bu cürbəcür formalar var. Ən yaxşısı mən saat təxminən 7-də, 8-də belə yeyirəmsə, 16 saat sonra yatmaqla bir yerdə, səhəri günü saat təxminən 11-də, 12-də, 1-də, indi baxır da sizin yemək nə vaxt bitirirsinizsə, saat 11-də, 12-də, 1-də belə yeməyə başlamalısınız. İlk səhər yeməyiniz o olmalıdır. Və qara çörəklə yeyirdim həmin vaxtlar, yəni 1-2 dilim qara çörəklə yeyirdim. Bu məni tədricən, yəni 1-2 il ərzində tədricən saldı həmin kilolarımı, aşağı düşdüm. Yəni 67-yə düşmüşdüm həmin ərəfələrdə. Sonra qızlar təzədən yenə başladım, biraz qara çörəyi çox yedim, yuxanı zada çox yedim, zad belə elə. Başladım köçəlməyə, yenə 69-a qalxmışdım. 69 yarım idim hətta, bəlkə də vloglarımda baxsanız görərsiniz, qışda falan belə kök idim əməli başda. Nəysə dedim ki, yox, belə davam eləmək olmaz. İnanırsınız, 20 günə 4 kilo yarım, hətta 5 kilo yaxın demək olar ki, atdım da. İndi mən düşmüşəm 65.900, 65.800 belə. Və inanın Allaha, hər şey yeyirəm. Hər şey yeyə arıqlayıram. Nəysə indi deyəsiniz ki, Lalə uzatma söhbəti denən, amma bunları da əvvəlcədən danışmaq istəyirəm. Bir də sizə nə deyim, qəti şəkildə ay çaylar olsun, kofelər olsun, nə bilim, iştah kəsici bu, heç bir şey yeyib özünüzü ziyan eləməyin. Mənim də zəhmət olmazsa videomun altında elə reklamlar olunmasın. Elə reklamlar zaten silinir o dəqiq avtomatik. Nəysə qızlar, çox sağlam şəkildə yemək yeyə arıqladım. Necə oldu sizə danışıram. İlk növbədə araşdırdım, elədim. Çox mənə tanışlardan da deyənlər var idi. Sonra maraqlandım internetdə, ChatGPT-dən zat belə elə. Sən demə, yeməyin yanında, yemək əsasda yağlı yeməklərin yanında, yeməklə bir yerdə, bir stəkan, çox yox, bir stəkan qaynar suyu, çay kimi də belə və yaxud da qaynar su içə bilmirsinizsə, çox az dəm tökə bilərsiniz ki, belə dad olsun, çay kimi olsun. Qaynar suyu yeməklə bir yerdə içirsiniz.
O isti su sizdə yeməyi tez həzm eləyir, əridir, elə bil o yediyiniz yağları əridir, aparır. Mədəniz tez dolur, tez şişir və özünüzü tox hiss eləyirsiniz deyə az yeyirsiniz. Qızlar, inanın Allaha, yəni inanın səmimiyyətimə, bunu eləyin, görəcəksiniz də yəni. Nəysə bacılar, bir dənə bunu dedim sizə, yeməyinizin yanında və yemək bitən kimi isti su, qaynar isti suyu içirsiniz. Qəti şəkildə soyuq su, soğuk zat belə şeylər eləməyin. Təsəvvür eləyin, yediyiniz yeməyin yağını, o adi soyuq su, adi şirəli, kola, fanta və s. belə şeylər, yediyiniz yeməyin yağını hamısını yapışdırır mədəmizə. Düz əvvəllər dadlı gəlirdi mənə də, amma indi elə bil isti suyu yeməyin yanında içəndə mənə daha çox o dadlı gəlir. İnarsınız, yəni bədənim öyrəşdi. Psixoloji də burada çox mühüm rol oynayır. Yəni psixoloji mən artıq özümü bunlara çönklədim deyə onu sevmədim, inarsınız. Düzdür, belə ürəyim istəyəndə arada bir yenə qaçamaklar yapıram, amma çox vaxtı bunları eləyirəm. Sonra qızlar, mən qara çörək gördüm ki, 1-2 dilimlə də çox istədiyim qədər köçələ bilmirəm. Yuxa ilə də eynən keçdim yulafdan yuxalar hazırlamağa. Qızlar, yulafdan, bir stəkan yulafdan, indi onu da paylaşacağım sizinlə. Bir stəkan yulaf və bir stəkan su götürürəm, biraz da bir çimdikdə duz tökürəm və onu blenderlə keçirdib yağsız tavada pişirirəm. Baxın qızlar, mən bu Herkulesdən alıram, bu yulafdır. Mən bundan alıram. Düzdür, deyirlər biraz gec pişəni daha məsləhətlidir, amma gec pişənin dənəsi çox yekə-yekə olur. Bu cür bu yekədən alıram, 3 kiloluq bankaya boşaldıram. Artıq bu da yarılayıbdır. Təzə bitirmişdim. Bu cür blenderlə eləyirəm. Əlbəttə ki, blenderi olmayanlara da indi başqa çarə deyəcəm. Yəni eləmək istəyənə hər şey var. Bəhanə axtarmayın. Bir stəkan adi içməli suyu götürürük və bir stəkan eyni qədər də yulafdan tökürük həmin blenderimizə. Baxın, yulafın dənələri 2-3 dəqiqə, 4 dəqiqə pişən yulafın dənələri belə yekə-yekə və yumşaq olur. Bunlar bişəndə və yaxud da bunları belə suda indi birazdan göstərəcəm blenderi olmayanlar üçün. Yəni bu yulaflar daha gözəldir. Və bu yulaf niyə arıqladır, onu da sizə deyim. Qızlar, bu yulaf bədəndə yeyəndən sonra, bir müddətdən sonra mədədə şişir və o sizə toxluq hissi verir. Əslində belə götürəndə kalorisi elə çörəklə eynidir. Amma bunun bir gözəl xüsusiyyəti var ki, məsələn, yeyirsiniz, bir müddətdən sonra mədədə şişir və siz doyursunuz da, yəni yenidən başqa şeylər axtarmırsınız yeməyə. Ona görə yəni mən belə yuxa hazırlayıram və o yuxanın tam yarısını bir öğün ərzində yeyirəm. Gündə də 2 öğün yemək yeyirəm. Araqlı orucunda zaten belə bir qanunu var ki, 2 öğün yemək yeyilməlidir. Gün ortalarda indi nəsə şirin bir şey, nəsə belə bir şey, ya meyvə, ya nəsə şirin, nəsə ya dondurma belə yeyə bilərsiniz. Bu cür 1-2 saniyəlik blenderdə əzdim və bu cür gördüyünüz kimi bir məhlul alındı. Onu da burada tavana qızdırıram. Tava biraz qızanda məsləhətdir ki, tava yaxşı qızsın. Çünki digər yuxalar artıq tava qəşəng qızmış olur deyə digər yuxalar daha tez pişir. Tavanı qəşəngcə qızdırdıqdan sonra yulafı tökəcəm bura. Biraz gec pişir. İnsan səbri biraz tükənir, amma yəni o necə deyim, əziyyətinizə dəyir də. Bir 4-5 dənə yuxa eləyirəm mən. Nə qədər mənə aparır. Elə bil ki, bir günə bir yuxa istifadə edirəm də, elə bil yarısını bir öğünə, yarısını bir öğünə, 2 öğündə bir ədəd yuxanı istifadə edirəm və çox doyurucu olur. İndi onları da sizə hamısını izah eləyəcəm. İnşallah siz də eləyərsiniz, siz də xeyrin görərsiniz. Yorumlarda mənə həmin o xeyrin gördükləriniz də yazarsınız mütləq. Bu cür məhlulumuzu hazırladıqdan sonra bax belə təxminən sulu bir şey alınır və yaxud da biraz gözləyəndə biraz qatılaşır. Nəysə belə bir şey. İçinə yadımdan çıxdı, demək, əlavə eləmək də yadımdan çıxdı. Bir çimdikdə duz atırsınız ki, tam belə duzsuz olur. Biraz duz atanda daha dadlı olur. Ona görə mən duzu yadımdan çıxdığı üçün üzərinə belə səpdim biraz. Digər yuxalarda amma elə içərisinə bir çimdik duz əlavə eləyəcəm. Bu cür yapışdırmayan tavada məsləhətdir ki, altı yapışmasın. Çünki biz bunu yağsız eləyirik.
Hə, bu cür tavada yaydıqdan sonra da tavanı biraz əlimizlə hərəkət elətdirir ki, yulaf hər yerinə eyni miqdarda çatsın. Ağzını bağlamağa ehtiyac yoxdur və belə orta xodda bişiririk. Çox xod verəndə biraz yanır. Ona görə ehtiyatlı olun. Biraz az xodda, gec bişsin, amma az xodda olsun. Qızlar, bir də bişəndə yulaf, yəni ilk bişən günü yulafın içi biraz sulu olur. Çünki bunu su ilə yulafdan bişirmişik də, yəni əlavə bir şey, un falan vurmamışıq deyə. Ona görə biraz sulu olur yuxanın içi. Burada gördünüzsə duz əlavə elədim. Siz yəni elə orada qarışdıranda da əlavə eləyə bilərsiniz. Hə, orta ona görə bir gün, ilk günü biraz sulu olur. Yəni birdən elə bilərsiniz ki, həmişə elə olacaq. Yox. İlk gün biraz gözləyirsiniz, soyuyandan sonra salafana qoyub xaldenikə qoyursunuz. Adi normal saxlanma yerində, aşağı yerində və səhər gündən artıq görürsünüz ki, içi quruyub qəşəng bir yuxa alınıbdı. İndi onları da sizə göstərəcəm. Yuxanın altı tam bişəndə özü qazandan ayrılmalıdır. Burada görürsünüz biraz yapışır. Ona görə gözləyirəm ki, biraz da yaxşı bişsin. Yəni özü tavanın içərisində oynamalıdır. Bir də qızlar, baxın, blender olmayanlar üçün belə bir qıraqda belə bir şey hazırladım. Eyni miqdarda bir stəkan yulafla bir stəkan suyu bir kasada gözlədirəm. Təxminən 2 saata o kıvamı deyim də, türklər demiş, o məhlulu ala bilirik. Sizin əgər blenderiniz yoxdursa, bunu bu cür kasalarda eləyib pişirə bilərsiniz. Yəni eyni effekti verir. Gördünüz artıq arxası, bu yuxanın arxası rahatlıqla qalxır. Bunu bu cür çevirdim və digər tərəfində təxminən bir 10 dəqiqə falan bişirirəm. Hər iki üzünü qəşəng bişirəndən sonra da götürürəm, dəsmalın arasına bükürəm. Və o hazırlanana kimi, bişənə kimi digər ikinci yuxanı da yenə eyni qayda ilə bir stəkan su və bir stəkan yuxanı qarışdırıb bir çimdikdə duz əlavə eləyirəm, blenderdən keçirirəm. Yəni o digər yuxam tavadakı bişənə kimi hazırlansın bu da. Və artıq mənim birinci yuxam hazırdır. Bu cür qaldıranda baxırıq, digər tərəfi də qəşəng qızarıbdırsa, deməli hazırdır. Və həmin yuxanı dəsmalın üzərinə götürürəm. Burada dəsmala bükürəm ki, yaxşıca soysun və digər yuxanı da baxın eyni qayda ilə bişirəcəm. Qızlar, bilmirəm bir də dedim yoxsa yox. Aralıqlı orucun bir qaydası var ki, gün ərzində 2 dəfə qidalanmalısınız. Bir səhər, bir də axşam. Bir də saat 4-5 arası şirin nəsə atışdıra bilərsiniz. Mən məsələn dondurma və yaxud da şirin nəsə çay içirəm, belə qidalanıram. Baxın qızlar, burada həmin o kasada islatdığım yulafı da yenə tavada pişirəm. Yəni eyni effekti verir. Kimin blenderi yoxdursa bu cür eləyə bilər. Bir də qızlar, başqa ipucularımı da verim sizə. Çox yormayım sizi. Çalışın gün ərzində axşamlar yox, təxminən ən çox günün elə bil gün ortaya qədər də təxminən 4-ə, 5-ə, 6-ya kimi çoxlu su için. Partlayana kimi demirəm çox için, amma çalışın heç olmasa 1 litr yarım, 1 litr heç olmasa bu qədər su içəsiz. Çünki su bizim bədənimizdəki artıq yağları, artıq piyləri aparmağa kömək eləyəcək. Yəni su içməsəniz bədəniniz şişəcək. Və çalışın çox duzlu falan belə şeylər, cipsi zat axşamlara salmayasınız. Salsaz belə, yesəniz belə özünüzü çox günahkar hiss eləməyin. 1-2 dəfə ilə heç nə olmaz. Yəni mən də arada bir bu pozuram arada bir yeməklərimi. Yəni hansısa gün pozdunuzsa, ay Allah mən bu gün pozdum, da belə elə dayandırım. Yox, qəti şəkildə. Ömürlük, yəni bunu siz rutin halına salmalısınız ki, sizin bədəniniz buna öyrəşsin və istədiyiniz nəticəni ala biləsiniz. Səhər o aralıqlı orucumun tamam olmasına, yəni 16 saatımı tamam olmasına qədər əgər axşamdan çox acamsa, axşam çox acı yatmışamsa, bir ədəd qozu su ilə bir yerdə yeyirəm. O mənə həm toxluq hissi verir, həm də bədəndə olan şəkərin qalxıb düşməsinin qarşısını alır. Belə deyim də sizə, məsələn, səhərlər yuxudan dururam, saat 7-də adətən dururdum qızımı məktəbə aparmaq üçün. 7-də dururdum, ya və yaxud da indi ev günü olanda saat 10-da, 11-ə işləmiş belə dururuq yuxudan.
Saat 7-də tutaq ki, duranda və yaxud da saat indi neçədə dursam da, birinci səhər 1 stəkan sadə su içirəm. Üzərindən biraz keçəndən sonra, bir 10-15 dəqiqə keçəndən sonra 1 stəkan isti adi acı kofe içirəm. Nescafe'nin adi acı kofesini içirəm. Bu metabolizmanı gücləndirir və axşamdan yediklərimin ərinməsinə kömək eləyir. Arıqlatmır, sadəcə kömək eləyir. Sonra üzərindən ürəyim istəyəndə, məsələn 1 stəkan suya 1 xörək qaşığı sirkə əlavə edirəm. Çalışıram ki, təbii sirkə olsun. Mağazadan alıram təbii sirkə. Çalışıram ki, təbii sirkə olsun. Ancaq sirkəni çox içmək lazım deyil. Qətiyyən çox içmək olmaz. Bu sizə ziyan eləyə bilər. Sirkəni də yəni içməyə də bilərsiniz. Mədəsində problem olanlar içməyə də bilər və yaxud da yeməkdən sonra içə bilər. Mən sadəcə ac qarnına içəndə bağırsaqlarımda daha tez kömək eləyir. Məndə biraz qəbizlik problemi olur bəzən. Ona görə çalışıram ki, ac qarnına səhər içəm. 1 stəkan da onu içirəm. Nə bilim, yəni onu davamlı içməyəndə 20 gün için, tutaq ki, bir 15-20 gün dayanan yenə təzədən belə içə bilərsiniz. Çünki sirkəni içəndə bədəndə olan bütün ödəmlər gedir. Ona görə çalışıram ki, arada içəm onu. Sonra üstündən yenə 1 stəkan su içirəm. Ta ki, saat 11-12-1 olana kimi. İndi axşam o araqlı orucu mən 16 saat ac qalıram. 8 saat yemək bu cür ayarlamışam. Onun cürbəcür olan da var. Məsələn, 20 saat ac qal, 4 saat yemək ye, nə istəyirsən ye. Beləsi də var. Mənə ən uyğunu 16 saat aralığıdır. 16 saatım tamam olana kimi də qızlar, yenə də belə su falan belə şeylər içdim. 16 saatım tamam olandan sonra gətirirəm belə yumurtadan cürbəcür yeməklər bişirirəm özümə. Ya yumurta ilə yulafı qarışdırıram bu cür. Baxın, burada kalbasa biraz qızartdım. Yumurta ilə yulafı qarışdırıram, yeyirəm. Və yaxud da yumurta ilə elə kalbasanı bişirirəm adi. Bildiyiniz kimi yumurta bişirirəm. Bu cür yeyirəm və yaxud da biber əlavə edib bişirəm. Yəni cürbəcür səhər yeməyində ürəyiniz nə istəyirsə bişirə bilərsiniz. Yumurta ilə yulaf da bişirəndə baxın bu cür ağzını bağlayırsınız və gözləyirsiniz. Bu da altı yəni yapışmayan tavada bişirsəniz, çox az yağda və yaxud da tam yağsız, görürsünüz nə gözəl omlet kimi bişir. Və yanına biraz şor əlavə edirəm. Çox dadlı olur. Yəni bu cür yeyirəm. Səhərlər belə başqa nə xoşunuza gəlirsə onu yeyə bilərsiniz. Əlbəttə ki, soyutma yumurta və s. də yeyə bilərsiniz. Həmin yuxanın yarısı ilə. Bir daha qeyd edirəm, qızlar, çalışın yeməyin yanında soyuq su, soğuk belə şeylər içməyəsiz. Yediyiniz bütün yağlarını belə təsəvvür eləyin ki, mədənizə yapışdırır. Bu cür bunu da bişirdikdən sonra tavanın dibində qalan qırıntıları da boşqabımıza əlavə eləyirik. Elə bil ondan son toxunuşu, son nöqtəni qoyuruq. O bizi doyuzdurur. Belə təsəvvür eləyin və bu cür gözəl yeyirsiniz. Əlbəttə ki, siz yumurta sevmirsinizsə, səhərlər nə sevirsinizsə, onu da yeyə bilərsiniz. Heç bir problemi yoxdur. Və yaxud da səhər elə pramoy saat, yəni 12-də 1-də pramoy elə günorta yeməyini yeyə bilərsiniz. O yarım yuxa ilə ürəyiniz nə istəyir yeyə bilərsiniz. Bu cür mən bunu belə elədim. Bir də qızlar, axşam yeməyinin yanında evdə varsa biraz kələmlə, pomidor varsa, xiyar, biraz nə bilim göyərti, nəyiniz varsa da, yəni yoxdursa təkcə kələm, biraz varsa kök belə doğrayın, üzərinə bir damcı da mayonezi əlavə eləyin, qarışdırın ki, dadlı olsun da. Yəni dadsız yemək adamın ürəyi istəmir. Və yanında əlbəttə ki, yemək yeyəndə yanında qaynar su içirsiniz. Qızlar, inanın Allaha, həm çox tez doyursunuz, həm də ki, o kələmi və s. çox yedikcə çalışın yeməkdən çox elə şeylər yeyin. Onlar sizi çox tez doyuracaq. Və əlbəttə ki, gün ərzində də çoxlu təmiz su içirsiniz. Yeməkdən ya yarım saat əvvəl, ya 1 saat, yarım saat sonra sərin su içmək istəyirsinizsə belə içə bilərsiniz. Hələ ki məndən bu qədər idi qızlar. Nəsə sualınız olsa yaza bilərsiniz. Əgər mənim bu elədiklərimi eləyib xeyrin görsəniz, onu da yorumlarda yaza bilərsiniz. Bye bye.